Deməli, baxaq digər izahlarımıza. Kəsişən vətərlərin xassəsi çəkək. Düşünək ki, bu vətərlər kəsişir. Bura olsun A, bura olsun B, bura olsun C, burada olsun D. Kəsişən vətərlərin xassəsi necədir? Burada olsun bir K. Yəni, kəsişən vətərlərin xassəsinə əsasən AK-nın KB-yə hasili bərabərdir SK-nın KD-yə hasilinə. Bu bizim kəsişən vətərlərimizin xassəsidir. Keçək digər xassəmizə. Digər xassəmiz necədir? Deməli, bir toxunan və bir kəsən çəkirik. Bura olsun A, bura olsun B, bura olsun C, bura olsun D, bura bir deyək A olsun, bura B və bura olsun C. Gəlin düşünək, biz AB-ni necə tapaq? AB-ni taparkən AB-nin kvadratı bərabərdir AC vurulsun AD-yə. Yəni, bunu işarə edədiyimiz hərflərlə necə yazırıq? A kvadratı bərabərdir. AC-miz B-yə yazmışıq. B vurulsun B plus C-yə. Deməli, biz A-nı, yəni AB hissəsini bu düsturla tapırıq. Keçək digər xassəmizə. Digər xassəmizdə də 2 kəsən çəkəcəyik. Çəkək biz kəsənlərimizi. 2 kəsən çəkək. Bura olsun A, bura olsun B, bura olsun C, D, F. Bura bir deyək A, bura B, bura C, burada D. Deməli, bizim bu xassəmiz necədir? A vurulsun A plus B bərabərdir C vurulsun C plus D-yə. C vurulsun C plus D-yə. Yəni, digər xassəmizdə belədir və bunu necə də yazırıq? AB vurulsun AC bərabərdir AD vurulsun AF. Bu da bizim digər bir xassəmiz. Keçək çevrənin uzunluğuna. Çevrənin uzunluğu, düsturunu yazaq. Yazaq çevrənin uzunluğu. Çevrənin uzunluğu C yaxud L ilə işarə olunur. Çevrənin uzunluğu nəyə bərabərdir? 2pi R-ə və yaxud pi D-yə. Niyə pi D yazdıq? D bizim diametrimizdir. Axı D, bayaq yazmışdıq, D bərabərdir 2R-ə. D bərabərdir 2R olduğundan, deməli 2 pi R də bərabərdir pi D. Bu bizim çevrəmizin uzunluq düsturudur. Keçək qövsün uzunluğuna. Yazaq qövsün uzunluğu. Deməli, belə bir qövs çəkək, çevrə çəkək. Qövsümüzü işarə eləyək. Bura olsun O, B qövsü. Bura deyək bir alfa olsun. Deməli, bizim bu qövsümüzün uzunluq düsturu nəyə bərabərdir? Yəni, qövsün uzunluğu L, AB bərabər olacaq. Pi R alfa bölünsün 360-a. Deməli, bizim qövsümüzün uzunluq düsturu Pi R alfa bölünsün 360 şəklindədir. Keçək digər düsturlarımıza, yəni dairənin sahəsi. Yəni, sahə deyərkən dairənin sahəsi nəzərə alınır. Çünki çevrənin sahəsi yoxdur. Onu bayaq dedik, dairənin sahəsi. S bərabərdir pi R kvadratı və yaxud pi D kvadratı bölünsün 4 şəklindədir. Yəni, dediyimiz kimi D bərabərdir 2R olduğu üçün sahəmizin düsturu, dairənin sahəsinin düsturu pi R kvadratıdır. O da bərabərdir pi D kvadratı bölünsün 4-ə. Sonra keçək sektorun sahəsini tapaq. Yazaq sektorun sahəsi. Sektorun sahəsi.
sahəsi. Bir sektor çəkək. Belə bir sektor çəkək. Bura olsun A, bura olsun O, burada olsun B. Burada R bərabərdir. Deməli, sektorun sahə düsturu nəyə bərabərdir? S, AB bərabərdir. PR kvadratı alfa bölünsün 360 şəklindədir. Deməli, bizim sektorumuzun sahəsinin düsturu PR alfa bölünsün 360 şəklindədir. Bu bucaq verilərsə də, əgər radian verilərsə, sektorun sahəsinin düsturu nəyə bərabər olur? SAB bərabərdir. R kvadratı alfa bölünsün 2 şəklində olur. Yəni, dərəcə verildikdə düsturumuz bu şəkildədir. Radianla olan düsturumuz isə bizim bu şəkildə olacaq. Keçək segmentin sahəsinə. Yazaq segment. Deməli, çevrəmizi çəkirik. A, O, B olsun. Deməli, biz bu hissəni, yəni rənglənmiş hissənin sahəsini tapmalıyıq. Yəni, segmentimizin. Segmentin sahəsini taparkən S segment yazaq. Bərabərdir. Ümumi, deməli, sektordan çıxırıq üçbucağın sahəsini. Yəni, sektordan, ümumi bu hissədən, yəni S sektordan çıxırıq üçbucağımızın sahəsini. Yəni, S üçbucaq A, O, B-ni. Sektorumuz ümumi bu hissədir, yəni belə. Üçbucağımız isə bizim bu hissəmizdir. Deməli, bərabərdir. Sektorun sahə düsturunu bayaq dedik. Pi R kvadratı alfa bölünsün 360 çıxılsın. Üçbucağın sahə düsturu 2də 1 R kvadratı sinus alfa şəklindədir. Yəni, 2də 1 A kvadratı sinus alfa şəklindədir tərəf. Bizim də burada tərəfimiz radiusdur. Ona görə 2də 1 R kvadratı sinus alfa şəklindədir. Bu da bizim segmentimizin düsturudur. Keçək halqalarımıza. Yazaq halqa. Deməli, belə bir halqalar seçək. Deməli, gəlin bu rənglənmiş, ştrixlənmiş hissəni, bura olsun çevrələrin mərkəzi, bura olsun kiçik R, burada ümumi olsun böyük R. Bu ştrixlənmiş, yəni bu halqanın qalınlığını taparkən böyük yerdən çıxırıq kiçik R. Yəni bu ştrixlənmiş hissəni, yəni bu qalınlığı taparkən yazırıq D bərabərdir. Böyük çevrənin radiusundan kiçik çevrənin radiusunu neynirik? Çıxırıq. Bu ştrixlənmiş hissənin uzunluğunu taparkən isə yazaq L bərabərdir. Yenə böyük çevrənin uzunluğundan, yəni 2 pi böyük yerdən çıxırıq. Kiçik çevrənin uzunluğunu 2 pi kiçik R. Yəni sahəsini də taparkən eyni şəkildə olur. Yazırıq S bərabərdir. Bu halqanın, yəni ştrixlənmiş hissənin sahəsini taparkən böyük çevrənin uzunluğundan pi R kvadratından çıxırıq kiçik çevrənin uzunluğunu. Yəni bizim halqalarımızın da sahələri bu şəkildə tapılır. Deməli, çevrəmizin, çevrə mövzusunun izahında sona çatdıq. Çevrənin izahı bu qədər.